Bismillahirrahmanirrahim. Qız övladının olmağını istəməyənlər və ən pisi də biləndə ki, hələ ana bətnində dünyaya qız övladı gələcək, onun qarşısını alanlar. Bilin, insana oğul övladı verəndə Allah onu nemət kimi verir və Allah hər verdiyi nemətə görə sorğu-sual edir. Qız övladı isə Allah bizlərə hədiyyə edir, hədiyyə verir. Hədiyyənin sorğu-sualı olmur. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən hədis var. Allah oğlanları nemət, qızları rəhmət qərar verib. Nemətdən sual olunar, rəhmətdən isə sual olunmaz. Gəlin Allah Taala'nın bizlərə verdiyi həm nemətə, həm də rəhmətə görə şükür edənlərdən olaq. Allah hər birinizdən razı olsun. Allah hər bir kəsə əməl salih övladlar nəsib etsin. İnşallah.